Salam əziz müdavimlərim, mən Səbinə Sadıqzadə, sizin kurikulum təlimçiniz. Bugün sizə sizinlə birgə təhsilə aid sənədlər testini edəcəyik. Başlayaq birinci sualdan. Təhsil alanların vəzifələrini seçin. Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək. Bu, təhsil alanların vəzifəsinə aiddir. Biri doğru götürəcəyik. İkinci, etik davranış qaydalarına, pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, təhsil alanların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq. Bu, təhsil alanların vəzifəsi deyil, təhsil verənlərin vəzifəsidir. Ona görə də bu variantı götürmürük. 2 olan bədləri tamamilə çıxırıq, B bəndini çıxdıq. Üçüncü, təhsil alanlara fiziki və psixoloji zorakılığın bütün formalarından qorumaq və zərərli vərdişlərdən çəkindirmək, təhsil alanların təhlükəsizliyi və sağlamlığının mühafizəsində iştirak etmək. Bu da təhsil verənin vəzifəsinə aiddir. Bunu da götürmürük. 3 olan variantlara da çıxırıq. Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə, daxili intizam qaydalarına əməl etmək. Bu, təhsil alanların vəzifələrinə aiddir. 4 doğrudur. 4 olmayan variantı çıxırıq. 2 variant arasında qaldıq. 1-4-6 və 1-4-5. 5-ə baxaq. Valideynlərlə əməkdaşlıq etmək, təhsil alanların təlim nailiyyətləri barədə valideynləri məlumatlandırmaq. Bu, yenə də təhsil alanın vəzifəsi deyil. Bu, təhsil verənin vəzifəsidir. 5-ə də çıxdıq. Cavabımız qalır 6. 6-cı bəndə baxırıq. Sağlam həyat tərzi keçirmək. Bəli, bu təhsil alanların vəzifəsidir. Cavabımız olacaq 1, 4, 6 A variantı. İkinci suala baxırıq. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşmazlığı şagirdə biruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətləndirilməsinə də təsir edir. Müəllim etik davranış prinsiplərindən hansının tələbini pozmuş olar? Burada dostlar, qərəzsizlik olacaq. Çünki əgər biz şagirdə nəyinsə müqabilində mənfi davranırıqsa və yaxud da ki, onu digər şagirdlərdən fərqləndiririksə, bir təmənnə güdürüksə, bunda qərəzsizlik olacaq. Aha. Üçüncü sual. Doğru fikri müəyyən edin. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri. Gəlin, üçüncü suala baxaq. Bizdən doğru fikri tapmamızı istəyir. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Bu yanlışdır. Fən kurikulumunda standartlar müəllimlərə hazır şəkildə təqdim olunur. Xeyr. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətini müəyyənləşməsinə xidmət etməkdir. Bəli, bu doğru fikirdir. Nəyə görə? Əgər summativ qiymətləndirmədə şagirdlərin ümumi səviyyəsi aşağıdırsa, müəllim yenə də həmin mövzulara təkrar qayıdır və onlar üzərində dərs eləməyə başlayır. Amma yox, şagirdlər yaxşı mənimsəyirsə bu bölməni, müəllim yeni təlim fəaliyyəti müəyyənləşdirir və şagirdlərin yadında qalması üçün yeni fəaliyyətlər irəli sürür. Cavab olacaq C variantı. Müəllimlər istədikləri şəkildə alt standartda dəyişikliklər apara bilərlər. Xeyr, müəllimlər heç bir dəyişiklik apara bilməz. Çünki bu məzmun xəttləri alt standartlar dövlət sənədidir. Məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Xeyr, təlim nəticələrlə məzmun xəttlərinin bir əlaqəsi yoxdur, çünki təlim nəticələri dəyişə bilər, amma məzmun xəttləri isə dəyişməz qalır. Cavab oldu C variantı. Gəlin 11-ci suala baxırıq. Bizdən uyğunluğu tapmamızı istəyir. Gəlin baxaq. Müəllim dərs zamanı şagirdlərin fərqli yanaşma və düşüncələrini qəbul etmir, öz fikirlərini şagirdlərə aşılamağa çalışırdı. Bu müəllimin mədəni davranış formasına aid olan bir fikirdir. 1-ə A variantı olacaq. Üzr istəyirəm. Aha, 1-ə olacaq A. Müəllim yenilənmiş dərslikləri bəyənmədiyini sosial şəbəkələrdə bildirir. Bu loyallıq prinsipidir. Müəllim peşə nüfuzunu möhkəmləndirməyə borcludur. Bu isə ictimai etimaddır. A, B, C cavab olacaq Y variantı. Keçirik 12-ci suala. Müəllim dərsdə müharibə zamanı insan hüquqlarının pozulması ilə bağlı debat təşkil edir. Bu situasiyada müəllim şagirdlərdə hansı səriştəni formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələbin hansını reallaşdırır? Tənqidi təfəkkür, inkişaf yönümlülük, rəqəmsal savadlılıq, şagird yönümlülük, əməkdaşlıq, inklüzivlik, ünsiyyət fəaliyyətin stimullaşdırılması, demokratik və insan hüquqlarına hörmət, şəxsiyyət yönümlülük. Burada cavab olacaq Y variantı. İnsan hüquqlarına hörmət və şəxsiyyət yönümlülük. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Uyğunluq deyəndə bildiyimiz kimi doğrunun altından doğrunu, yanlışın altından yanlışı götürəcəyik. Birinci fikir. Təhsil verən sosial media hesablarında onun və işlədiyi müəssisənin adına xələl gətirən video materiallar, təsvirlər paylaşmamalıdır. Bəli, bu tamamilə doğrudur. Müəllim vəzifə funksiyasının icrası zamanı insan hüquqlarına və demokratik prinsiplərinə əməl etməlidir. İctimai etimad prinsipi. Xeyr, bu demokratik və insan hüquqları prinsipinə aiddir. Ona görə bu fikir yanlışdır. 2 olan bəndləri çıxırıq. 1 olan bəndləri də saxlayırıq, 3-4-ü də çıxırıq. Yanlış fikri müəyyənləşdirəcəyik burada. Müəllim peşə fəaliyyəti zamanı müəllim adına və nüfuzuna, eləcə də təhsil müəssisəsinin işgüzar nüfuzuna xələl gətirə biləcək hərəkətlərə yol verməməlidir. Bu, loyallıq prinsipi. Bəli, bu doğrudur, loyallıq prinsipinə aiddir. Müəllim təhsil alanlara qarşı xeyirxah və təmkinli olmalı, tənqidi fikirləri qəbul etməklə qərəzsizlik prinsipinin tələblərini qoruyur. Bu isə yanlışdır. Bu müəllimin mədəni davranış xüsusiyyətlərinə aid olan bir prosesdir. Bu isə olacaq 1 və 4 variantı, cavab olacaq D variantı. Aha.
14-cü suala baxırıq. Yanlış fikri müəyyən edin. Rəhbərliyin qanunu. İndi isə gəlin 14-cü suala baxaq. Yanlış fikri müəyyən edin. Rəhbərliyin qanuni göstərişlərinin müəllimlər tərəfindən yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb ola bilər. Bəli, doğrudur. Etik davranış qaydalarını pozduğu üçün əmək müqaviləsinə xitam verilmiş müəllim bir daha pedaqoji fəaliyyətlə məşğul ola bilməz. Xeyr, bu yanlışdır. Çünki 1 il işləyə bilməz. Növbəti illərdə təbii ki, işləyə bilər. Təhsil verən təhsil alanlarını korrupsiyaya qarşı barışmazlıq ruhunda yetişdirməlidir. Bu tamamilə doğrudur. Təhsil verən şəxsi həyatına milli əxlaq, ictimai davranış normalarına əməl etməlidir. Bəli, bu da doğrudur. Təhsil verən xidməti vəzifələrini icra edərkən təhsil müəssisəsinin ərazisində siqaret çəkməməlidir. Bu da doğrudur. Çünki bu şagirdlərə qarşı bir örnəkdir. Yəni əgər biz müəllimlər hər hansı bir pis davranış, yəni bizə uyğun olmayan bir davranışı şagirdin gözü qarşısında etsək, bu tamamilə bizim üçün yanlış olar. Biz hər cəhətdən örnək olmalıyıq. Baxaq 15-ci suala. Doğru fikri və yanlış fikirləri bizdən soruşur. Məzmun xətti mənimsənilməsi nəzərdə tutulan və əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir hissəsidir. Bu doğru cavabdır. Məzmun standartı şagirdlərin bilik və səviyyəsinə qoyulmuş dövlət tələbidir. Bu da doğrudur. Təlim nəticələrini həyata keçirmək üçün müəyyənləşdirilmiş məzmunun zəruri hissəsi məzmun xəttidir. Bu da doğrudur. Məzmun xətti tədris iyerarxiyası olub sinifdən sinifə keçdikcə dəyişə bilər. Bu yanlışdır. Burada cavab olacaq 1, 2 və 4. Bu 1, 2-nin yanına 4 əlavə edib cavabı çıxardırıq. Aha. 16-cı sual. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Müəllim tədbir hazırlayarkən milli geyimlərdən istifadə etməyə şagirdlərə tapşırır. Milli kimliyin dərki və milli iftixar hissinin aşılaması şəxsiyyət yönümlü. Bu tamamilə doğrudur. Müəllim sinifə yeni gəlmiş şagirdləri nəzərə alaraq buzqıran strategiyasından istifadə edir. Müstəqil öyrənmə şagird yönümlülük. Bu əlaqəsizdir. Buzqıran strategiyası nə deməkdir? Əgər şagird burada yadlıq hiss eləyirsə və yaxud da ki, hər hansı bir şagirdlər arasında münaqişə varsa, buzqıran strategiyasından istifadə olunur və onlar arasında olan intriqa tamamilə aradan qalxır. Burada isə müstəqil öyrənməyə aid heç bir fikir yoxdur. Ona görə də 2 olan bəndləri çıxırıq. Müəllim şagirdlərə problemin həlli üçün orijinal yollar təklif edən layihə hazırlamağı tapşırır. Yaradıcılıq şagird yönümlü. Bu doğrudur. Çünki əgər biz şagirdə yeni bir şey yaratmağı tapşırırıqsa, burada onun yaradıcılıq fəaliyyəti işə düşür. 4-cü. Müəllim şagirdə esse yazarkən bir neçə mənbədən istifadə etməsini tapşırır. Əməkdaşlıq şagird yönümlü. Baxın, bu yanlışdır. Əgər şagird başqa dostlarından kömək alardısa, bu əməkdaşlıq olardı. Yox, sadəcə özü edibsə, burada əməkdaşlıqdan söhbət gedə bilməz. Ona görə də biz cavab olaraq 1 ilə 4-ü götürürük. Cavab olacaq A variantı. 17-ci suala baxaq. Müəllim qrup işi zamanı qaydalar müəyyənləşdirir, qrup işində iş bölgüsünün şagirdlərin özləri tərəfindən təşkil edilməsinə şərait yaradır və heç bir müdaxilə etmir. Bu situasiyada müəllim şagirdlərdə hansı sərəncamları formalaşdırır və pedaqoji prosesin təşkilinə verilmiş tələblərin hansını reallaşdırır? Tənqidi təfəkkür, yaradıcılıq, fəaliyyətin stimullaşması. Bu yanlışdır. Rəqəmsal savadlılıq, əməkdaşlıq, şagird yönümlülük, rəqəmsal savadlılığa aid heç bir şey yoxdur. Demokratiya və insan hüquqlarına hörmət, belə bir şey yoxdur. Ünsiyyət, tənqidi təfəkkür, inkişaf yönümlülük, bu da yoxdur. Əməkdaşlıq, ünsiyyət, şagird yönümlülük. Bəli, burada qrup işi deyirsə, bir əməkdaşlıqdan söhbət gedir. Ona görə biz cavabı Y variantı olaraq götürməliyik. 18-ci sual. Universitetin yataqxanasına müxtəlif ölkələrdən bir qrup tələbə gəlir. Yeni gələn tələbələrin bayramlara, geyinmə və qidaya münasibəti digərlərindən fərqlənir. Digər tələbələr bu fərqləri anlayışla qarşılayır və onlarla ünsiyyət qurmaqdan məmnun olduqlarını açıq şəkildə göstərirlər, yəni tolerantlıq göstərirlər bir növ. Bu davranış onların hansı səriştəyə malik olduğunu göstərir. Fərqli mədəni xüsusiyyət və dəyərlərə anlayışla yanaşma bacarığı, birgə fəaliyyət zamanı qarşılıqlı işləmə bacarığı, cəmiyyət qarşısında şəxsi öhdəliklərini dərc etmə bacarığı, öz millətinə mənsubiyyət hissini ön planda tutma, ictimai proseslərdə fəal mövqe nümayiş etdirmə. Bunlar yanlışdır. Cavab olacaq A variantı. Fərqli mədəni xüsusiyyət və dəyərlərə anlayışla yanaşma bacarığı, yəni dözümlü tolerantlıq. Çox sadə bir sual idi. Mən inanmıram ki, burada hər hansı bir tələbə çətinlik çəkər. Sinifdə şagirdlərdən biri davamlı şəkildə digər 2 yoldaşı tərəfindən incidilir. Müəllim bu halını müşahidə etməyinə baxmayaraq heç bir tədbir görmür. Düşünür ki, bu işlə məşğul olmaq vaxt itkisinə səbəb olacaq və əsas diqqətini dərsi keçməyə yönəldir. Bu situasiya ilə bağlı verilənlərdən hansı doğrudur? Ümumi pedaqoji tələblərdən təhsildə bərabər imkanların yaradılması tələbi pozulmuşdur. Bu doğrudur. Müəllim təhsil alanı müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq vəzifəsini yerinə yetirmir. Bu yanlışdır. Müəllim şərəf və ləyaqətinə hörmətlə yanaşma hüququndan istifadə etmir. Burada hüquq bir söhbət deyil, yəni burada vəzifədən söhbət gedir. Ümumi pedaqoji tələblərin fəaliyyətin stimullaşması tələbi pozulmuşdur. Ümumi pedaqoji tələblərdən dəstəkləyici mühitin yaranması tələbi pozulmuşdur. Bu da tamamilə doğrudur. Müəllim təhsil alanı fiziki və psixoloji zorakılığın bütün formalarını qorumalıdır, vəzifəsini yerinə yetirmir. Bu da tamamilə doğrudur. Cavab olacaq 5 və 6. Üzrü sayın, burada birini düzgün götürmüşəm, amma bu yanlışdır. Aha, 20-ci sual. Hansı variantda uyğunluq pozulmuşdur? Müəllim sosial mənşəyinə görə təhsil prosesinin iştirakçılarına fərq qoymamalıdır. Qərəzsizlik, bu doğrudur. Müəllim bütün hallarda hər bir şəxs üçün vicdanlıq nümunəsi olmalıdır. Qanunçuluq yanlışdır. Bəli, bu vicdanlıq olmalıdır. Qanunçuluqla bir əlaqəsi yoxdur. Yanlışın altına yanlış verilib, bunu doğru olaraq götürürük deyə variant bu deyil.
Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalıdır. Bu isə ictimai etimaddır. Bəli, bu da doğrudur. Bizə yanlış lazımdır. Ona görə bunu da götürmürük. Müəllim vəzifəsinə aid olmadığı hallarda dövlət orqanları fəaliyyəti ilə bağlı tənqidi ictimai mülasirələrdən çəkinməlidir. Bu loyallıqdır. Doğrudur. Amma qarşısında yanlış yazıldığı üçün burada pozulub. Ona görə də cavab D variantı olacaq. Təhsil verən təhsil müəssisəsinin nüfuzunu öz adına uca tutmağa borcludur. İctimai etimaddır. Doğrudur. Bu da tamamilə düzgün variantdır. Cavabımız oldu D variantı. Keçək 21-ci suala. Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlərlə təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdır. Bu halda müəllim etik davranış qaydalarının hansını pozmuş olur? Burada insanların hüquq və azadlıqlarına hörmət. 21-ci suala baxırıq. Müəllim şagirdin son zamanlar dərsə gecikməyi ilə bağlı valideynlə əlaqə saxlamış və müəyyən məlumatlar əldə etmişdir. Şagirdlər təşkil etdiyi iclasda bu məsələni müzakirəyə çıxarmışdır. Bu halda müəllim etik davranış qaydalarının hansını pozmuş olar? Bu fikirdə valideynlə əlaqə saxlamaq bu doğru bir qərardır. Amma ondan sonrası artıq gizliliyi pozmaqdır. Əgər şagirdlər içərisində müzakirəyə çıxarırsa, bu şagirdin müəllimə qarşı olan ictimai etimadını, yəni ki, ona olan inamını sarsır. Ona görə də burada cavab ictimai etimaddır. 22. Uyğunluq gözlənilmişdir. Təhsil prosesinin təşkili və idarə olmasında iştirak etmək. Təhsil alanın hüququ, şagird yönümlülük. Yanlış. Təhsildə yoldaşları ilə əməkdaşlıq etmək. Təhsil alanın hüququ, təhsildə bərabər imkanların yaranması. Bu doğrudur. Şagirdlərdə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaq. Təhsil verən vəzifəsi, şəxsiyyət yönümlülük. Təhsil alanları fiziki və psixi zorakılıqlardan qorumaq. Təhsil verənin vəzifəsi inklüzivlik. Bu da yanlışdır. Cavab olacaq 2 və 3 D variantı. Uyğunluğu müəyyən edir. Şagirdlərin təhsil tələbatlarının ödənilməsinə, onların istedadlarının reallaşmasına yönəldilir. Bu, pedaqoji prosesinin tamlığına aiddir. Pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəklində həyata keçirilir. 23-cü suala baxırıq. Şagirdlərin təhsil tələbatlarının ödənilməsinə, onların istedadlarının reallaşmasına yönəlmişdir. Bu, şagird yönümlülüyə aiddir. Pedaqoji prosesdə təlimin məqsədləri kompleks şəklində həyata keçirilir. Bu, pedaqoji prosesin tamlığıdır. Şagirdlərin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında perspektivli etibar edən tədbirlərin həyata keçirilməsi, bu isə inkişaf yönümlülükdür. A, C, Y. B daha doğrusu. Cavab B variantı. Müəllim şagirdlərdə esse yazmağın strukturunu öyrətməyə hədəf qoyur və lövhədə 5 fərqli mövzunun adını qeyd edərək şagirdlərə bildirir ki, hər kəs özünə maraqlı gələn mövzu haqqında esse yazsın. Bu vəziyyətdə müəllim ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblərdən hansını əməl etmiş olur? Təlim prosesində məqsəd, məzmun və fəaliyyətin bir-biri ilə əlaqə şəkildə qurulmasına, şagirdlərin idraf bacarıqlarının mərhələli şəkildə inkişaf edilməsinə, bütün şagirdlər üçün eyni şərtlərin təmin olunmasına, şagirdlərin özlərini rahat və təhlükəsiz hiss etdikləri mühitin formalaşmasına, şagirdlərin maraq, meyil və fərdi seçimləri nəzərə alınmasına. Cavab Y variantı olacaq. Çünki burada deyir ki, 5 fərqli mövzu seçir və deyir ki, sizə maraqlı olan. Yəni burada şagirdlərin maraqlarının mənafeyinə diqqət yetirmiş olur. 25-ci sual. Məktəbdə nüfuzlu müəllimi olan Sevinç müəllimi haqqında sosial şəbəkələrdə əsassız iddialar yayılır. Bəzi valideynlər narahatlıq keçirir və məktəb rəhbərliyinə müraciət edirlər. Müəllim vəziyyəti sakit qarşılayır, valideynlərlə açıq görüş təşkil edir və şəffaf şəkildə izahat verir. Sonda valideynlər onun dürüstlüyünə daha çox inanırlar. Bu halda etik davranış qaydalarına hansı prinsip qorunur? Bu, ictimai etimad prinsipidir. Çünki burada rəhbərlik öz məktəbinə və müəlliminə qarşı etimadı gücləndirmiş olur. 26-cı sual. Müəllim şagirdlərin potensialını müəyyənləşdirmə məqsədi ilə fərdi düşünmə və yanaşma tərzlərinə uyğun tapşırıqlar təqdim edir. Sinifdə pedaqoji prosesin təşkili zamanı hansı tələbin prinsipi daha çox reallaşmış olur? Burada şagird yönümlülük prinsipini daha çox görürük. 27-ci suala baxırıq. Paralimpiya oyunları haqqında təqdimat edən şagird sonda hər kəsin idmanla məşğul olmaq haqqı var fikrini səsləndirir. Bu situasiyaya görə müəllim şagirddə hansı səriştəni formalaşdırmış və pedaqoji prosesin hansı tələbini reallaşdırmışdır? Demokratiya və insan hüquqlarına hörmət, inklüzivlik, əməkdaşlıq, fəaliyyətin stimullaşdırması, qərar qəbul etmə, dəstəkləyici mühit, problem həll etmə, şəxsiyyət yönümlülük, fəal vətəndaş mövqeyi, inkişaf yönümlülük. Demokratiya və insan hüquqlarının qorunmasına hörmət, inklüzivlik. Çünki burada inklüziv bir insan var və bunun hüquqlarının qorunmasına dəlalət gətirir. Ona görə də biz A variantını daha düzgün bilirik. 28-ci sual. Müəllim valideynlə ünsiyyət zamanı baş vermiş anlaşmazlığı şagirdə biruzə verir. Hətta bu hal şagirdin nailiyyətinin qiymətlənməsinə təsir edir. Müəllim etik davranış prinsipinin hansının tələbini pozmuşdur? Burada qərəzsizlik. Çünki müəllim artıq şagirdə qarşı qərəzli mövqeyə keçir. Bu doğru bir şey deyil. Qərəzsiz olmalıdır. Son 2 sualımız qalıb. 29-cu sual. Aşağıdakı fikirlərdən hansı yanlışdır? İbtidai təhsil səviyyəsində sərbəst təhsil alma formasına istifadə olması mümkündür. Bu doğrudur. Təhsil alanlar və təhsil verənlər məktəbin daxili nizamnaməsinə əməl etməlidir. Bu da doğrudur. Ümumi təhsil pilləsinin istənilən səviyyəsinə təhsil alan hər bir şagird psixoloji yardım ala bilər. Bəli, tamamilə doğrudur. Şagirdlər summativ qiymətləndirmənin nəticələrindən narazı qaldığı halda yenidən qiymətləndirilməsini tələb edə bilər.
Bu da doğrudur. Təhsil alanlar ən azı ildə bir dəfə bilik yarışı və ya olimpiyadada iştirak etməlidirlər. Edə bilərlər. Sadəcə bu məcburiyyət deyil, bu könüllü olan bir şeydir. Ona görə də bunu yanlış fikir olaraq götürürük. Sonuncu sualımıza baxırıq. Uyğunluğu müəyyən edin. Təlim nəticələrini reallaşdırmaq üçün müəyyənləşdirilmiş məzmunun əsas hissəsidir. Bu məzmun xəttidir. Təhsil səviyyəsi üzrə dəyişməz olaraq qalır. Bu da məzmun xəttidir. Şagirdin bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir, alt standartdır. Fənnin əsas istiqamətini məzmunun müəyyənləşdirən ana xəttir. Bu da məzmun xəttidir. Siniflər üzrə summativ qiymətləndirmənin aparılmasını təmin edir, alt standartdır. 1C, 2 A, Y, B, D. Cavab olacaq A variantı. Dostlar, biz bugün sizinlə Time Test 2026-nın ilk mövzusuna baxdıq. Belə videoların çox olmağını istəyirsinizsə, bəyənməyi və şərh yazmağı unutmayın. Görüşənədək hələlik.